Bir də ki, Türk Dövlət Təşkilatı gələcəkdə birliyin daha da irəli getməsi üçün biz nələr etməliyik? Sizin fikrinizi bilmək istəyir buna bağlı. İlk əvvəl qardaş, biz bütün Türk dünyası üzrə ümumi milli şuuru formalaşdırmalıyıq. Ümumi milli şuur. Ümumi milli şuur nədir? Məsəl üçün yenə deyirəm. Bax, Dədə Qorquddan danışdım, gördüm biz nələri bilmirik. Türk inancından danışdıq, gördüm nələri bilmirik. İndi fərz elə ki, bunu təkcə Azərbaycanda fərz elə dövlət qəbul elədi, dərslikdə keçdi. Türklər bunu qəbul eləməyəndə biz birlik ola bilərik. Və ya Türk-Azərbaycan qəbul elədi, dərsliyinə saldı, Asiya türkləri qəbul eləmədi, birlik ola bilərik. Və ya biz bunu qəbul elədik, Cənubi Azərbaycanda bundan xəbəri yoxdur, birlik ola bilərik. Məsələ budur ki, biz coğrafi olaraq dövlət qurmamışdan əvvəl ideoloji olaraq milli şuurumuzu formalaşdırıb təkmilləşdirməliyik. Biz tarix deyəndə bilməliyik, nə nəzərdə tuturuq, Türk deyəndə bilməliyik, nə nəzərdə tuturuq. Yəni, necə ki, məsəl üçün, biz A deyəndə bilirik hansı hərfdir, B deyəndə bilirik hansı hərfdir. Amma bizi qərəzli formada 1926-cı ildən sonra Bakıda Türkoloji qurultay keçirilir, Sovetin icazəsi ilə. Orada yığılan bütün türklər qayıdır, türk alimləri. Qayıdır deyir ki, biz türkün inkişafı üçün verdiyimiz sualı təxminən dövlət verir. Onlar da bu yolda müxtəlif metodlar, yanaşmalar göstərir ki, biz birlik olmaq üçün nə etməliyik? Deyir, məsəl üçün, eyni əlifbanı qəbul etməliyik, eyni terminologiya qəbul etməliyik, ortaq qrammatikadan istifadə etməliyik, ortaq fonetikadan istifadə etməliyik. Arxeoloji qazıntılar olmalıdır, bütün bunların hamısını yığıb jurnal halına salmalıyıq və bunlar hamısı ildə bir dəfə Bakıda müzakirə olunmalıdır və bunu deyən bütün türkoloqları məhv eləyir Sovet Rusiyası. Və bunun sonra onlar nə deyib, onun tərsini eləyib. Və fikir verin. Mən həmişə hər kəsin başa düşəcəyi bir misal deyirəm. Bax, qəpik quruş sözünü hamımız bir işlədirik, düzdür? Bəli. Görünməz əl qəpiyi bizə verib, quruşu Türkiyəyə verib. Türk də qəpik quruş sözünü fraz olaraq işlədir. Amma ona desən ki, qəpik deyəcək nə? Bizə də eyni ilə desələr ki, kimsə ki, məsəl üçün quruş deyəcək nə? Amma fraz olaraq bir yerdə işlədirik. Bax, fikir ver. Pul, para sözünü bir yerdə işlədirik, düzdür? Amma pulu bizə veriblər Parandolara. Qaranonlara. Yəni görünməz bir əl bizi bölübdür. Fikrim aydın mı nazırdır? Bu yüzden biz dilimizi geri qaytarmalıyıq. Bunun da əsas yolu var. Bax, neçə illərdir qayıdıb deyirlər ki, biz Turan dili qurmalıyıq. Sonra deyirlər biz Turan dilini necə quraq? Süni dilini qurmaq olar. Xeyli süni dilindən qurursan ki, hər kəs zəhmət çəksin, dialektində olan bütün sözləri rəsmi dilinə əlavə eləsin. Mən qardaş bayaq söz dedim, məsəl üçün, o gözəl söz dedim. Həmin o söz bizim yəni belə deyim də, yazılı mənbəmizdə var, bəlkə hansısa dialektimizdə bu dəqiqəmdə var. Lüləkeş məsəl üçün. Biz bunu məcbur dilimizə qaytarsaq, Türkiyə qaytarsaq, o biri qaytarsaq, süni dil olmur ki o. Hər kəsin işlətdiyi, bilirsən dövlətlərdə nədir qardaş? Dildə həmişə mən ona şey deyirəm, üstünlük nəzəriyyəsi. Zamanla bir söz daha üstün olur, daha çox işlənir, o bir söz yaddan çıxır, işlədilmir. O daha sonra yavaş-yavaş ölür. Nə deyirik? Ölmüş sözlər. Ölmüş sözlər yoxdur, biz özümüzü öldürürük deməkdir. Elə bir belə deyim də, qayıdıb deyirsən ki, ölmüş orqanlar. Mən bir ayağımı işlətmirəm. Bir ayaq iki əllə hoppana yerirəm. Bu ona bənzəyir. Başa biz dilimizi geri qaytarmalıyıq. Milli şuur, milli təfəkkürümüzü ortaq milli şuur yaratmalıyıq. Tamam. Çox təəssüf ki, bunun da yəni yolu yenə deyirəm, ya dövlətdən keçir, ya xalqdan. Xalq da necədir? Yəni sən tək danışırsan. Allah canını sağ eləsin. Mən tək danışıram. Bax qardaş görürsən, oturub orada itmiş sözlərimizi araşdırır. Məsəl üçün qayıdıb bir vəkil sözümüz var. Yox, o geri qaytarılmalıdır. Gör onu nə cür yandırır. Bax bu yanğını biz hamımız hiss eləməliyik. Hamımız. Mən o qardaşın yanlısını gözəl başa düşürəm. Həmin o hisslərdir məni də eyni ilə bu dil kökünü araşdırmağa, yazmağa. Çünki mən bezmişəm eşitməkdən. Bizim dilimizin kökü yoxdur. Türk dilinin cəmi 20% sözü var. Qalanı dilimizə gəlmədi. Həmin hissləri. Bax, biz milli şuur, milli təfəkkürü vahid bir təfəkkür kimi formalaşdırmalıyıq. Bunu formalaşdıra bilsək gerisi düzələcək. Yox, bizim hamımızı bir coğrafiya içinə salsam belə, biz fərqli düşünsək, biz birləşə bilmərik. Bax, fikir verin İraqa. Fikir verin Liviya, Suriya. Və fərqli xalqların topluluğudur. Fərqli xalqların, amma onlar millət olaraq formalaşa bilmir. Fikir verirsən? Çünki milli şuur yoxdur, milli təfəkkür yoxdur. Çox təəssüf ki, belə deyim, həmin İraqda bizim türkləri onların da içinə salıblar ki, yox eləsinlər. İraqda türklərimizin bir hissəsini salıblar ki, içinə yox eləsinlər. O türk ona görə, belə deyim, onu qanadı qırılsa belə, şuur olaraq birləşə bilmir axı. Bəli. İndi bax, bizim də bu türkləri birləşdirmək üçün yenə deyirəm, milli ortaq şuur formalaşdırılmalıdır, təfəkkür formalaşdırılmalıdır, ideologiya formalaşdırılmalıdır. Və bunun üçün də iki yol var. Biri Oğuz türkləri, digəri Turan. Yəni biz Turanı birbaşa quranmarıq. Çünki bax, Azərbaycan türkləri, Türkiyə türkləri, Cənubi Azərbaycan türkləri, İraqda, Suriyada olan türklər, Əfqanistanda olan Azərbaycan türkləri və bunların danışığı dili tam eynidir. Və Oğuz qrupunda biz burada bir ortaq milli dil kültürünü ortaqlaşdırıb yaratmalıyıq. Və bunun üzərində də bu dilin ortaqlığına uyğun, digər Asiyada yaşayan, digər türklərə də uyğun, deməliyik ki, bu sözlərimizə uyğun, gəlin fonetikamızı uyğunlaşdıraq. Yoxsa biz yəni hamımızı birdən birləşdirə bilmərik də, belə deyim. Elə bir deyirsən ki, bir nəsli bir yerə yığaq. Birinci qardaş, bacı yığılmalıdır, sonra əmoğlu, dayıoğlu, sonra o daha uzaq nəsil yığılmalıdır. Bacı qardaş bir yerə yığılmayıbsa, uzaq qohumlar bir yerə yığıla bilər. Bəli, düzdür.